Safnika, mən Eminəli və Boyan Liga. Sağ tərəfdə duran MC özünü təqdim eləsin. Şahzadə Keyfə mən. Sol tərəfdə duran MC özünü təqdim. İlk round Şahzadə. Düzdür, sevmirəm Bakını, amma demirəm şəhər pis. Sakitçilik. Düzdür, sevmirəm Bakını, amma demirəm şəhər pisdən ibarətdir. Bakı gözəldir, cəmiyyətin yarıdan çoxu piçdən ibarətdir. Hərdən bir rapper çıxır netdə qarşıma, araşdırma yaradıcılığını, bütün yaradıcılığı disdən ibarətdir. Deyirlər, qız nədir, rap nədir, get qablarımı yox. Qardaş, sizin bildiyiniz qızlar mənim əlimə tökməz su. Mentalitetdən bəlkə yapışıb manitanın arxasında olur, bir də baxırsan, fikirdə olmayan oğlan vətənpərvərlikdə mahnı oxuyur. Profilimdə Hüseyin Aşıqiyəm yazan oğlan küçədə qıza söz atır. Dindən Allahdan trek yazanlar inboxda ona buna insin mesaj yazır. Xeyri yoxdur, bunları istədin axşama kimi təhqir edər, sakit olun, Bakı fil qulağında yatır. Sevgi də hörmət də incə mövzuda, artır zamanla. İnciməyin də, Azrıq Çalxalanır konsert verəndə Mehdiyə aid Qaraqan. Bura mənə patut xalı ilə gələn oğlan, aç qulağı və eşit, səndən çox mən oğlanım. Şişələr özüm bıraxdı. Bir dənə davam eləyək, səs eləyək uşaqlar bir dənə. Nə vaxtsa hostçu idi, mənə kimlərsə dis atır. Mən buradayım, o düdüklərin səsi batıb. Daha bir şey eşitmişəm onlar haqqında emin. Eşitmişəm o oğlanlar indi Mətə olsun qapısında yatır. Mənə ilişmədə qaq Şahzadə ox atan bürcüdür. Metka tutsa oxa önkə böyümün altına atır. MP3-də təqdim zorlayan adamlar YouTube-da kanalında dislike-la aləmi qatır. Birinci round Şahzadə, bir dənə qız üçün səs eləyək də birinci round köhnə dons. İnanam round deməz. Yo, demirəm. O ses hazırlaşmamışam, özüm üçün. Buyur. Freestyle. Bəğlar Tamer mənə demiş ki, Sagop Kajmerə nəsə plagiat sözlər götürmüşəm. Birinci sonra da işlətdiyim sözlər Sagop Kajmerə plagiat sözləri deyil. Peyğəmbərin dediyi sözlər və bir də ki, Quranda yazılan bəzi surələr, ayələrdəndir. O ki, qaldı ki, Tamer sənə dini biliyi və yəqin ola bilər ki, sənə dini biliyin elə Sagop Kajmerənin dediyi sözlərdən ibarətdir. Məsəl üçün, Karat var, şair adamdır, şeir dəmləyir. Emin Yevro zilə qalxa bilir, amma nəqarətlərdə dəmləyir. Sonra ekspert qızların ayaqlarını yox, beyinlərini ələyir. İkinci roundda burada olan bir adam haqqında yaxşı sözlər deyəcəm. Hələlik bu rounddur. İkinci round Şəhzadə Nazlı. Güya lirika yazırlar, bir əldə siqaret, birində süddür. 15 dəfə dinləsən təsirlənir, mənasızdır, çünki sözlər kütdür. Rap qız musiqisi deyil, qızlar olmaz deyənlər, rap üst çıxmasın, siz rapin cinsiyyət üzrünü harada görmüşsünüz? Məqsədim qalib gəlmək deyil, 11 oğlanla battle bölüşməkdir. Risk etməyi sevirəm, bura çıxmaq hər qızın başı üçün deyil, bu özü qalibiyyətdir. Mən biraz başqa tipəm, ruhum sanki yağışda baykerdir. Yaxşı qız rap deməz deyən oğlan bacısı rəsmi səhifəmdə likerdir. Sakitçilik, davam eləyək. Mən burada kimi səhifədə kommentlərə baxdım. Dəstək olanlar sağ olsun, hər kəsə məlumdur, mənim tacımı taxdım. Bəyənmirsən söz işindir, bunu haradasa başa düşərəm. Videonun altına təhqir yazanların varını yoxunu faktım. Bakı spid daşıyıcısı olan gözəl fahişə qadın kimisən. Üz-gözün makiyajda daxildən çox eybəcək. Qovduca qovursan buradan, deyəsən tək eləcəksən. Qazin acından yandırar özünü, keyfə gələn erməni verilən şokla dincələr. Tez-tez profilimə yazırdılar, getmə battle sənlik deyil. Elə bilirdilər məni sındıracaqsan, səhv salmayın, bu oğlan onun bunun tayı deyil. Çoxunun beynindən fərqli olaraq mənə həmişə respekt verib, dirəşmir. Xanımlar və cənablar, Şahzadə uduzacaq işə girişmir.
Bir dənə səs eləyə uşaqlar. İkinci round köynə dost. Vüsal Bilen buradadır. Burada. Hardadır? Ne burada? Orada eşit prosedur dediklərimi yaxşı eşit. Deməli, bu oğlan mənə Isaac-la Battle-da dəstəyə gəlmək üçün gecə görüşmüşdü məndən ki, mənə dəstək verəcək. Qafiyələrdə köməkli eləyir. Irşad Electronics, Remix, Memix, nəysə belə. Gəldi Battle-a sağ olsun. Güya dəstəyə gəlmişdi, amma Battle-ın başlamamışdan əvvəl qaçdı Battle-dan. Nəyə görə? Egon orada söhbət düşmüşdü, polis gəlməlidir. Bu oğlan da dostunu qoyub qaçan oğlanlardandır. Yəni tanıyasınız. Nədir, xoşunuza gəlmir? Ondan sonra bir də bir söz demişdi ki, mən Battle-a çıxmamışdan əvvəl Battle-a çıxan səviyyəsizdir, orada hamısı səviyyəsizdir. İndi bu oğlan bu günləri Battle-dadır, bu gün bura çıxsa yəqin ki, səviyyəsindən böyük olar da. Yaxşı. Bravo. Bir səviyyəsizdir. Yox, demişdi ki, Battle-a çıxan hamısı səviyyəsizdir, amma özü bu günləri Battle-dadır. Daha getdi 3-cü round Şəhzadə, bir dənə səs eləyək. Deyirlər qız repi qulağı ilə yox gözləri ilə sevir. Biraz bit fason oldu, reper də ağzına gələn oxusa da dinləməyə səbəb verir. Tipa bəzi oğlanlar da klipi treki qız tutmaq üçün edir. Efraim buradadır. Gəl bura. Qaqaş, mən Efraimə qulaq assam, belə fikirləşənə nə demək? Hamıdan çox şey. Orada getmə zaten. Hazrətdə heç vaxt qızlara normal baxılmır. Batıla bakın, davaya bak. Sakitçilik bir də, sakitçilik. Davam eləyirik battle-a. Hazrətdə heç vaxt qızlara normal baxılmayıb. Qınamıram, cəmiyyətin 90% beyinsiz yaşayan adamlardır. Bir də qızlarda da var. Baxırsan evdə başqa, çöldə başqa adamdır. Şəxsən evdən gizlin işim yoxdur. Mən başqa xəmirdənəm. Rəplərin bütün nəslini bilir, ən sadiq dinləyicim atamdır. Sən məni dinlə, uzaqlarda qalan insan. Ən son görüşəndə pafosla demişdin, xoşbəxt ol. Xoşbəxtəm, bax, qorxuram, buna baxıb depresiya da qalasan. Bu pançdan edin, monitorun qabağından rədd ol. Gidiblər mental çərçivənin adlarını yaxşı oğlan qoyublar. Əldə təsvir yox ki, bu küçə maraq kimlə giyindir. Bir tema var, yaxşı qızın qaşı alınması tipa bilinmir. Onda bu qız deyə gəlindir. Qaqaş, belə götürəndə küçədə hər oğlan şalvar giyinir. Bilmək olur ona qalsa, çünki kişiliyə qeydir. Hamı səninlə mənim qırğınımı gözləyir. Daha bilmirlər, amma bircə bir zarafat idi. Çox görmüşük, çöldə qardaş dediyi adam burada kimsə söyür. Millət, Şahzadə Bulat xatirinə köhnə dostlarla yediyi boşqaba tüpürmür. Çoxu özünü buraxır şəhərdə, sanki tənzif kimi. Qalmayıb abır, mərhəmət insanların qəlbi kindir. Emin, çox sağ ol şəxsən, məni bura dəvət elədin. 5 ildir bu sənətdəyəm, heç kim ilişmədim, asla getdim. Old school-a mənim məktəbim məndə varamdan keçdi. Ən böyük dəstəkçim olan nağılbazdır, Raiqdir. Trekimdə əziyyət olan zigzagın çox əməyi keçdi. Bugün gəldim cəmiyyət ürəyimdə olanlara deyim, gələn battle-a çıxsam gələrəm münsif kimi. Şəhzadənin roundu, bir dənə səs elə Şəhzadə üçün. 3-cü round köynə round. Bir dənə səs elə millət. Qalibi seçirik. Köynə dostu qalib olmasını istəyənə səs eləsin. Şəhzadənin qalib olmasını səs eləsin. Şəhzadə qalibdir. Əla!